Hər gün demək olar ki, təbii ki, mən də istinad edirəm, maraqlanıram, axtarıram ki, onlarla bağlı xəbərlər var ya yox. Zaur Baxçaliyev efirə qayıdır. Xoşgədəm Hidayət qızı efirə qayıdır. Nə bilim, bu Zaur, başqa familiyasını, Zaur Kamal, o birisi Kamal, Zaur, o Kamal deyil, o Zaur. Geri qayıdırlar. Nə bilim, artıq may ayında filan gün, gündə təyin olunub, məhz o veriliş adında yox, digər verilişlə onlar efirə qayıdacaqlar. Deyirəm ki, bax, insan efirlərdən qovulub da, onların təkrar geri qayıtması nə qədər düzdür. Birinci televiziya rəhbərliklərinə, televiziya mütəxəssislərinə, TV mütəxəssislərinə, TV rəhbərlərinə deyirəm ki, onlar artıq sevilmir. Sizə söz-söhbət yaradacaqlar. Yenə də tamaşaçıda, yenə də izləyicidə, azından səslərini eşidəndə də qıcıq yaradacaqlar. Yenidən gündəmə gətirəcəklər. Yenidən bu məsələyə ciddi yanaşacaqlar. Yenidən dedikodu yox. Amma doğrudan da insanlar ədalətlidir. İstəmədikləri bir aparıcını, bir layihəni, bir TV-ni məcbur deyil ki, həzm etsinlər və siz televiziya rəhbərləri sponsora görə bunları həzm etdirirsiniz. Bir də mənim üçün maraqlıdır. Deyir, verilişdə nə bilim 50 sponsor var, 100. Mən başa düşürəm, bax, həkimlər var, digər də sahənin da olan adamlar var. Gəlib küllü miqdarda pul ödəyirlər də TV-lərə. Onlar o TV-lərə baxan yoxdur. Mənim üçün maraqlıdır ki, bunlar o pulu verir. O 5.000-i, 10.000-i, 15.000-i, 20.000-i ödəyirlər də bir ayda. Onlar azından o reklamdan 20.000, əgər 20.000 ödəyibsə, mütləq oradan 40-50.000 pul götürməlidir də qeyri. Bunları edə bilirlərmi? Çox maraqlıdır. Bilmirəm, onlar o TV-yə niyə pul verirlər və deyirəm, aparıcılara deyirəm. Müsahibələr verirsiniz, açıqlamalar verirsiniz. Mən deyərdim ki, hörmətli olun da, çıxın gidin. Siz dönəcəksiniz, yenə də qıcıq yaradacaqsınız insanlarda. Yenidən sizin verilişlər bağlanacaq. Siz uğursuz aparıcı kimi yadda qalacaqsınız. Etməyin bunu. Burada yenə də Zaur Kamal belə onunla bağlı açıqlamalar qoyublar. Yenidən efirə qayıdır. Ay mayın 4-də efirə çıxacaq, efirdə görünəcək. İnsanların əsəblərlə oynayın. Xətirinizə dəyməsin. Siz ancaq tamaşaçıların əsəbinə oynayırdınız. Başqa heç nə etmirdiniz. Siz o dediqodusuz veriliş edəcəksiniz. Sizin nə qədər verilişlər var, heç biri yadda deyil. Siz niyə görə yadda olurdunuz, dedikodu edirdiniz, sosiallaşdırırdılar bunu. Dediqodusuz veriliş sizə heç kim baxmayacaq. O da mümkün deyil. Siz yenə də dedikodu edəcəksiniz, yenə də kimisə alçaldacaqsınız, kiməsə yuxarıdan baxacaqsınız. Yenə də rayonlardan, kəndlərdən, elə Bakının özündə də ərdən boşanmış, 40 dənə kişi ilə gəzən arvadları gətirib oturacaqsınız, əxlaqsızlığı təbliğ edəcəksiniz. Özünüzü yığışdırın, lazım deyil.